Salam dostlar, izleyiciler, ne bileyim arkadaşlar. Mart ayı artık aha çəkmək üçün demək olar ki, son normal aydır. Deməli, peyin hazır vəziyyətdə aparatdan keçirdirlər. Qara torpaq bu dəfə Lənkərandan gəlib. Lənkəran. Bu da təqribi bildinizdə nədir? Kül. Və mənim xoşladığım köynə mıxlar. Deməli, qazılıb. Torpaq yaxşı deyil. Bir dəniz qumudur, oxşar bir şey. Buna görə mütləq qara torpaq qoyulmalıdır. Deməli, belə mənim üsulum belədir ki, qazıram, lap altına nəsə ağır bir şey qoyuram. Misal üçün, daş ola bilər, hal-hazırda misal üçün metlaqdır. Qoyuram. Bunun üstünə də torpaq tökəcəm. Niyə? Elə bir torpaq yaxşı deyildi ya, qumdur. Ağac böyüyəndə köklər dərinə gedir də. Elə bir yaxşı torpaq əkirsə, görürsün ki, 1-2 il, 5 il qəşəng ağac gedir. Sonra da köklər adı dəniz quma toxunanda ağac başlayır xarab olmağa. Buna görə altına belə bir şey qoyuram. Şu lap dərinə köklər getməsin. Elə bir artıq ora yox, belə ora çatanda qırağa gedəcək. Bir, iki dənə qara torpaq. Bir yarımçıq peyin. Biraz Rusça zala deyirlər də buna. Oba. Və belə də təkrarlanır. Belə bir şey alındırdıq. Biz hamısı qarışıq. Birinci parça elə belə tökürük. Ki burada yalnız yaxşı torpaq qalsın. Məni qoyduq. Biraz belə fırladıram ki, köklər elə bir öz yerini tutsunlar. Və üstünə bir torpaq tökəndə, yəni saxlama heç tutmaq ehtiyacı yoxdur. Düzəldirik. Deməli, biraz bunu düzəldirik. Ağac yerində. İndi su tökəcəyik. Su tökürəm ki, torpaq otursun. Kökləri yaxşı tutsun. Su getdi, üstündən yenə torpaq tökdük və indi əzmək lazımdır ki, forması köklər otursun öz yerinə. Ağac da hara lazımdır, o tərəfə də baxsın. Yəni əyri olmasın da, sağ sol düzünə. İndi bax bu mıxlar. Elə belə atırıq. Üstünə yenə qum, torpaq. O tak. Niyə? Elə bir ağacı sulayanda bu mıxlar orada bu çürütmə prosesi gedir. Nə deyirlər ona? Və dəmir də təbii dəmir.
Yəni ayrıca hansı kimyəvi bitkilər falan, nə bilim, heç nə lazım deyil. Hazır vəziyyətdə çürüyür. Su. Üstündən yenə su. Hazır. Da bəyəndiniz, bəyənmədiniz. Seçim sizdədir. Bu mənim üsulumdur və maşallah bütün ağaclar yetişir. Deyirlər ki, bu torpağa, dəniz torpağına, dəniz quma meyvə ağacı əkmirlər falan. Keçən ildə paylaşmışam. Armud da olub məndə falan şey. Yəni mən belə eləyirəm. Sağ olun, görüşmək üzrə.